Azərbaycanın müdafiə sənayesində yarım əsrə söykənən təcrübə ilə müasir texnologiyanın qovuşduğu istehsal mərkəzi. Yenidən qurmadan sonra müəssisədə istehsal olunan məhsullar silahdan tutmuş ən xırda detalına qədər bu zavodun işçilərinin əl əməyi, mühəndis düşüncəsi və intellektual potensialının nəticəsidir. Dəyişməz məqsəd isə birdir: milli təhlükəsizlik. Müəssisədə müxtəlif növ hərbi təyinatlı məhsulların istehsalı həm Azərbaycanın müdafiə sənayesini gücünə güc qatacaq, həm də ixrac potensialımızı yüksəldəcək. Hazırda inkişaf etmiş ölkələrdən aldığımız bu qabaqcıl texnologiyaların vasitəsilə müxtəlif növ atıcı silahların detalları hazırlanır. Regional və eyni zamanda strateji əhəmiyyət daşıyan bu müəssisə yerli mütəxəssislərin istehsal etdiyi atıcı silahlarla yaxın gələcəkdə dünya bazarına çıxmağı hədəfləyir. Çünki müharibə istəməyən ölkə daim müharibəyə hazır olmalıdır. Bəs Azərbaycan istehsalı olan atıcı silahların keyfiyyəti necədir? Yoxlama prosesini milli snayper tüfəngi ilə həyata keçiririk. İstehsal olunan silahlar atış poligonlarına gətirilərək xüsusi avadanlıqlar vasitəsilə əvvəlcə yoxlanılır, daha sonra isə istifadəyə verilir. Bir sözlə, müasir avadanlıqlar, sınaq poligonları və yerli mütəxəssislər burada Azərbaycan müdafiə sənayesinin gələcəyini formalaşdırır. Zavodda keyfiyyətə nəzarət laboratoriyasında fəaliyyət göstərir ki, burada əsas məqsəd istehsal olunan silahların milli hərbi normalara və beynəlxalq standartlara uyğunlaşdırılması ilə əlaqədardır. Qeyd edim ki, müəssisədə fəaliyyət göstərən bütün işçilər məhz yerli mütəxəssislərdən ibarətdir. Hər ötən gün hərbi məhsulların ixrac imkanlarını genişləndirən Azərbaycan, beynəlxalq sərgilərdə mütəmadi iştirak edərək milli silah sənayesini potensial alıcılara təqdim edir. Nəticədə Made in Azərbaycan brendi artıq qlobal hərbi sənaye xəritəsində söz sahibi olan istehsalçılar sırasında öz yerini möhkəmləndirir. Vurğun Mədətov, Ceyhun Hüseynli, İTV Xəbər.